Salam Təsərrüfat TV izləyiciləri. Əgər təsərrüfatınız üçün əvəzolunmaz bir heyvan axtarırsınızsa, qaradolaq qoyunları sizin üçün mükəmməl seçimdir. Qarabağ bölgəsindən olan qaradolaq qoyunları 19-cu və 20-ci əsrin əvvəllərində məşhurlaşıb. Onların tarixi və mədəni əhəmiyyəti böyükdür. Bu qoyunlar böyük ölçüləri və yun məhsuldarlığı ilə tanınırlar. Onların yunu yüksək keyfiyyətlidir və çox qiymətlidir. Dişi qaradolaq qoyunları 70-80 kiloqram, erkəkləri isə 90-100 kiloqram ağırlığında olur. Bəziləri hətta 110 kiloqrama çatır. Amma təkcə ölçü deyil, onların sağlamlığı və gücü də təsərrüfat üçün vacibdir. Bu qoyunlar çox yönlüdür, əla ət, yun və süd verir. Hər bir məhsul yüksək keyfiyyətlidir. Möhkəm sümükləri və əzələli boyunları ilə ferma həyatı üçün idealdırlar. Onlar hər cür hava şəraitinə dözümlüdürlər. Yun məsələsinə gəldikdə isə dişi qoyunlar 1002 kiloqram, erkəklər isə 3,8 kiloqram yun verir. Yun uzunluğu 10-16 sm olur. Südünü də unutmayaq. Qaradolaq qoyunları Azərbaycanda balbas cinsindən sonra ən çox süd verən qoyunlar arasındadır. Onların südü çox qidalıdır və müxtəlif süd məhsulları üçün istifadə olunur. Bir sözlə, qaradolaq qoyunları məhsuldarlıq, dözümlülük və keyfiyyət baxımından əsl güc mənbəyidir. Onlar hər bir təsərrüfat üçün əvəzolunmazdır. Azərbaycan fermerlik ənənələrində dərin kökləri olan bu qoyunlar hər hansı bir ferma üçün əvəzolunmazdır. Onların tarixi və mədəni əhəmiyyəti böyükdür. Beləliklə, fermanız üçün ilham axtarırsınızsa, qaradolaq qoyunları sizin üçün mükəmməl seçimdir. Kanala abunə olun və qaradolaq qoyunlarının əzəmətinə heyran qalmağa hazır olun. Yeni videolarımızı qaçırmayın.